Anam o yaşdaydı ki, o zamanında Latın əlifbası ilə yazı yazırdı. Siqnallə nüsxə deyirlər. Verirdim anama ki, təzə kitabım çıxır. Təbii ki, anam onun mahiyyətinə varmırdı. Çünki əvvəla yaşlı qadın idi. İkinci, o sahənin adamıydı. Alırdı belə, o yana, bu yana, 2-3 dəfə belə fırlayırdı, qoyurdu yanına. Geldim, hə, nə olun mama? Dedi ki, gəl, kitabı apar. Oxudum. Deməli, nə edirdi? Götürürdü bir də 100 qramlıq çayı, 2-3 dənə də indi hər evdə karameldən zaddan olur da. 3-4 dənə karameldən zaddan qoyurdu kitabın üstünə. Verirdi mənə, dedi, oğlum oxudum, yaxşı kitabdır. Ən böyük mənim rəy verəni, əsərimə münasibət bildirəmi itirmişəm indi. Ondan bu yana çox kitab yazmışam. Daha mənə çağırıb konfet çay verən yoxdur.